Salam, mən Təbriz Gözəlov, IT Brains Akademiyada Data Science üzrə təlimçiyəm. Bu gün sizlə Data Science-a giriş dərsi haqqında məlumat verəcəyik. Ümumiyyətlə Data Science nədir və Data Science-də əsas birinci dərs nə olur? Data Science keçmiş məlumatlara baxıb, onlar üzərində paternlər qurub, gələcəyə doğru prediction verən elm sahəsidir. Bu gün sizdə Data Science-də ilk dərs olan Python-a giriş dərsinə başlayacağıq. Ümumiyyətlə Python nədir? Python-da ilk dərslər necə olur? Gəlin başlayaq. Python-a giriş dərsində əsasən biz Data Science-də Jupyter Notebook-da Python kodların yazılmağına baxırıq. Gördüyünüz hal-hazırki arayüz bizdə Visual Studio deyilir. Visual Studio'nun içərisində biz Jupyter Notebook-u çalışdırırıq. Python-da ilk başladığımız dərs data type'lar olur. Nədir data type'lar? Bildiyiniz kimi data müxtəlif formatda ola bilər, rəqəm formatında ola bilər, text formatında ola bilər, daha çox şəkil və digər formatlarda ola bilər. Bu gün Python-da ilk sadə data type'lardan başlayacağıq. Python-da bir data yaratmaq istəyiriksə, bir variable yaratmaq istəyiriksə, ilk öncə ona bir ad verməliyik. Deyək ki, bizim ilk variable'ımız olsun, adı S. Və bunu bərabər qoyub, bunun dəyərinin içərisinə yaza bilərik. Bunun içərisinə bir dəyər yazdığımızda, məsəl üçün 2 yazdıqda, artıq bu arxa planda yaddaşda bir düşünün ki, qutu yaradır. Qutunun adını S qoyur və S-nin içərisinə isə qiymət olaraq 2 verir. Biz yenidən print eləsək, Python-da bir şeyi variable görmək istəyiriksə, hər hansısa bir şeyi görmək istəyiriksə, print-dən istifadə edirik. Print S versək, biz artıq onun dəyərini görmüş olarıq. Burada gördüyünüz kimi 2 dəyərini görmüş oluruq. Digər məsələ isə Python-da bunun type-ı nədir? Yəni data type olaraq hansı type bilmək istəsək, type funksiyonundan istifadə edirik. Type funksiyonun içərisinə S-i vermiş olanda bizə onun type-ını göstərmiş olur. Digər dillərlə nümunədən götürsək, C və ya da C++ kimi dillərdə biz dəyişəni yaratmamışdan əvvəl onun type-ını qeyd edirik və daha sonra ona bir qiymət bərabər edirik. Python-da isə belə bir problemimiz yoxdur. Python avtomatik olaraq bizim yazdığımız dəyərin nəyə bərabər olduğun, hansı belə deyək, data type-a bərabər olduğunu özü təyin edir. Gəlin integer type'lar üzərində, data type'lar üzərindəki əməliyyatlara baxaq, hansı əməliyyatlar edə bilərik və integer type-ın hansı funksiyonları var, Python-da gələn built-in funksiyonları. Buna ən sadə örnək olaraq arithmetic operationları deyə bilərik. Yəni bunlar nədir? Toplama, çıxma, vurma, bölmə. Yəni ən sadə digər bir integer type yaratsaq, C yaratsaq, onun da qiymətini 5-ə bərabər eləsək, yenidən Jupyter Notebook-da print eləməyizdən əlavə ən sonuncu yazdığımız dəyəri özü də göstərmiş olur, print şəklində istifadə eləmiş olur. Bu da bizə Jupyter Notebook-un vermiş olduğu digər belə deyək üstünlüyüdür. Ən sadə arithmetic operationlardan C plus S eləsək, onun nəticəsini görəcəyik. 7C vurulsun S eləsək, vurma işarəsini bu şəkildə 10 işarəsini görmüş olacağıq. Burada əsasən integer type'larda, arithmetic operationlarda baxmalı olduğumuz 2 məqam var. Belə deyə bilməli olduğumuz 2 nüans var. Bölmə əməliyyatı. Bölmə əməliyyatı yəni nəyi nəzərdə tuturuq? Yəni C bölünsün bu şəkildə S yazsaq, görəcəksiniz ki, tam şəkildə bölmüş olur. Yəni float şəklində 2.5 şəklində göstərmiş olur. C bölünsün 2 bölək S yazsa, onun yalnız tam hissəsini göstərmiş olur. Yəni 2-ni göstərmiş olacaq. Digər məsələ isə bizim ən çox istifadə etdiyimiz funksiyonlardan biri isə burada, built-in funksiyonlarından biri isə qalığı tapmaqdır. Biz Python funksiyonlarımızda, digər şeylərdə bunu çox istifadə edirik. Burada isə faizdən istifadə edirik. C faiz S yazsa, yəni 5-in 2-yə bölünməyindən olan qalığın 1 olduğunu görmüş olacağıq. Ümumiyyətlə Python-da hansı bir data type üzərindəki hansı built-in funksiyonlar var, onu görmək istəyiriksə, dir-dən istifadə edirik. Yəni biz hal-hazırda bilirik ki, C və S bizim integer data type-ında olan dəyərlərimizdir. Dir-in içərisinə S versək və onun built-in funksiyonlarını görmüş olacağıq. Yəni integer Python bizə integer data type-ında olan dəyərlərə built-in bu funksiyonları vermiş olur. Bunların hamısını yadda saxlamaq önəmli deyil. Bunların yerinə uyğun işlətməyə əsasən önəmlidir. Integer type-lardan, daha doğrusu numerik data type-lardan digəri isə float data type-ıdır. Bunu F bərabərdir 2.5 şəklində yazsaq və aşağıda type F yazsaq, görmüş olacağıq ki, bu artıq bizdə float dəyərə bərabərdir. Floatla integer bir-birinə çox oxşardır, yəni normal həyatda olduğu kimi. Burada da integer üzərində olan demək olar ki, bütün built-in funksiyonlar float data type üzərində də keçərlidir.
Bizim digər taypımız isə bildiyimiz kimi text taypıdır. Text taypı deyəndə nə nəzərdə tutulur? Deyək bir s yazsaq, myString şəklində bir dəyər atlasaq, str bərabərdir. Onun içərisinə hər hansısa bir dırnaq içərisində dəyər versək ki, bizim klassik hello world-ümüzü yazsaq, hello world. Bunun taypına baxsaq, type myStr yazsaq, görəcəyik ki, bunun taypı artıq stringdir. Bu string type üzərində isə bir çox əməliyyatlar var. Bunlardan yadımıza qalan ən sadələrdən biri replace istifadə edə bilərik. Replace nədir? Nöqtə replace yazsam, burada hansı hərfə əvəz eləmək şəklində olur. H-ı deyək əlavə eləyirəm T ilə. Run eləsəm, gördüyünüz kimi hello world şəklində bir yazı ortaya çıxmış olur. Amma stringin içərisinə baxsam, yenidən stringi hello world şəklində görmüş olacağıq. Bunun səbəbi nədir? Bunun səbəbi ondan ibarətdir ki, mystr.replace ht-yə bərabər elədiyim zaman mən bunu heç bir dəyərə belə deyək mənimsətmədim və bunu temporary yaddaşda saxlamış oldu. Yəni arxa planda mystr hələ də hello world-a bərabərdir. Desək ki, mystr 1 qoysaq, bunu bərabər eləsək az öncə yazdığımız funksiyona, yenidən mystr 1-i çağırsaq, görmüş olacağıq ki, artıq hello world burada yazılmış olur. Yenə də string type həm də sequential type sayılır. Bunun səbəbi nədən ibarətdir? Çünki burada bir indeksləmə mövcuddur. İndeksləmə dediyim hər bir söz bir indeksdə, hər bir simvol bir indeksdə saxlanılır. Yəni mystr indeksləmə şəklində 0-cı indeksi göstərsək, Pythonda bütün indeksləmə 0-dan başlayır, elə davam edir. 0 göstər, gördüyünüz kimi T-ni göstərmiş olur. Bunun yerinə 1 yazsaq, görəcəyik ki, eyni göstərmiş olur. Burada isə tək bir hərf götürmək yox, müəyyən bir aralığı götürmək istəyiriksə, deyək 1-dən qoşa nöqtə qoyub 5-ə qədər olan aralığı götürmək istəyiriksə, burada görəcəyik ki, hello sözü çıxmış olur ortaya. Bu da digər nüansdır. Sequential typelardan digər fərqi isə ondan ibarətdir ki, fərqi deməyim, özünə xas xüsusiyyəti immutable-dur. Ümumiyyətlə Pythonda mutable və immutable anlayışı var. Bunlar çox təməl anlayışlardır. Mutable, immutable'ın fərqi nədir? Biri dəyişilə bilən, digəri isə dəyişilə bilməyən anlamına gəlir. Necə? MyStr 0-cı indeks bilirik ki, T-dir hal-hazırda. Bunu bərabər qoyub desək ki, T bərabər olsun yenidən H-a run eləsəm, burada mənim belə bir type error vermiş olur. Yəni type-ına uyğun gəlmiş bir errordur ki, bu type dəyişənlər belə deyək, hər hansı bir şey mənimsətməyi qəbul eləmir. Amma gördüyünüz kimi özünün built-in funksiyonundan istifadə edəsək, replace-dən istifadə edib dəyişsək, artıq bunu dəyişmiş ola bilirik. Stringlər haqqında stringlərə aid bir çox yenidə funksiyonlar var. Built-in funksiyonlar, built-in metodlar özləri Python içərisində gəlmiş. Yenidən dir-ə baxsaq və bu şəkildə göstərmiş olsaq, gördüyünüz kimi bir çox built-in funksiyonlar var. Burada find var, format var, index var, is-alpha var, lower, uppercase. Ən sadələrindən birini gəlin yenində yoxlayaq. MyStr bir nöqtə lower eləsəm, bunu run eləsəm, görəcəm ki, artıq bütün sözlər adı üstündə, yəni ingilis əlifbasına gəldiyi şəkildə, kiçik şəkildə yazılmış olur. Stringlər haqqında çox qısa məlumat bu qədər. Stringlər çox belə deyək, böyük mövzudur. Onun haqqında çoxlu belə deyək, funksiyonlar haqqında danışırıq və yeri gəldiyində isə istifadə edirik. Digər typelarımız isə sequential type sayılır. Yəni ardıcıllıq müəyyən bir listə, müəyyən bir ardıcılığa uyğun typelar sayılır. Bunların ən çox belə deyək, məşhur örnəklərindən biri listlər sayılır. Listlər nə cür yaradılır? Yenidən dəyər yaradanda kimi bir ad veririk. Deyək ki, mylist verirəm bunun adını. Bərabər eləsəndə bir belə deyək, kvadrat mötərizəsidir və bunun içərisinə müəyyən bir dəyərlər veririk. Burada rəqəmlər, deyək ki, hər hansısa bir string, fərqi yoxdur. Yuxarıda yaratdığımız hər hansısa bir dəyər, onu da əlavə eləyə bilərik. İstənilən şey bu listin içərisinə əlavə eləyə bilərik. Daha sonra mylisti çağırsam, görəcəyik ki, baxın, yuxarıdakı integer rəqəmlər, hansısa bir string rəqəm və yuxarıda yaratdığım hansısa bir dəyəri də bunun içərisinə verib saxlaya bilirəm. Burada da indeksləmə mövcuddur, stringlərdə olduğu kimi. 0-dan indekslənir burada da. Yəni də burada mylist 0 yazsam,
görmüş olacağım ki bir dəyəri ortaya çıxmış olur. Aralıq şəklində də burada da keçərlidir aralıq. 1-dən 2-yə qədər desəm, yalnız ki birinci dəyəri vermiş olacaq. Və digər listə aid digər metodlar da var. Yəni ən sadə bir metod desək, .append metodundan istifadə etsək, append sona bir element əlavə etmək üçün olan bir şeydir. Gəlin sona bir float dəyəri əlavə eləyək, 2.5. Run eləsəm və yenidən mylistimi çağırıb baxsam, görəcəm ki 2.5-də əlavə olunmuş olur. Listin ən belə deyək, xüsusi örnəklərindən birisi ondan ibarətdir ki, list mutable-dur. Az öncə stringdə dediyim kimi immutable, yəni toxunulmaz, hər hansısa bir indeksinə, hər hansısa bir dəyəri mənimsəmək olmur. Amma listdə isə bu mümkündür. Yəni list mutable bir data növüdür, data type-ıdır. MyList desəm, 0-cı indeksdə, yəni 1-i dəyişib eləsəm 5, yenidən MyList-i çağırsam, görəcəm ki, artıq birinci dəyər 5-ə çevrilmiş olur. Listlər də çox böyük bir, belə deyək, data type sayılır. Çox metodları var. Yenidən dir çağırsaq, MyList-in içərisinə onu verib baxsaq, görəcəyik ki, baxın bu qədər, belə deyək, dəyəri var. Built-in funksiyonları var. Amma belə düşünün ki, bunların hamısını bilmirsiniz və necə istifadə eləməli olduğunuzu bilmirsinizsə, MyList-in içərisində help funksiyonundan çağırıb, help-i yazsam, mylist.pop yazsam, run eləsəm, Python mənə bunun necə istifadəli olduğunu göstərir. Göstərir ki, bu built-in functiondur pop. Yazanda ən sonuncu indeksi, yəni mənfi bir indeks dediyimiz sondan indeksləmə anlayışına gəlir. Ən sonuncu elementi silmiş olur. Mylist.pop versəm, yenidən run eləsəm, sildiyi dəyəri göstərir ki, mən sonuncu dəyərin 2.5 idi və mən onu sildim. Yenidən MyList-i çağırsaq, görəcəyik ki, artıq 2.5 dəyəri yoxdur. Listlər haqqında belə qısa information. Gəlin keçəyin digər data type olan sequential data type-lardan tuple-a. Tuple nədir və list-nin əsas fərqi nədən ibarətdir? Yenə də yaradanda mytuple yazsam və bərabərdir bir mötərizənin içərisində, burada əsas yaranma fərqi, yaradılaşanda əsas fərq ondan ibarətdir ki, burada adi mötərizələrdən istifadə edirik və eyni dəyərləri yaza bilər. Yəni burada da istəsək string yazarıq, istəsək hansısa bir float rəqəm yazarıq, deyək ki 2.5, 2.4 və istədiyimiz şəkildə yaza bilərik. Bunun da type-ına baxsaq, görəcəyik ki, bu bizə yeni bir dəyər olan tuple-dır. Listlə əsas fərqini desəz nədir? Yəni yaranma məntiqi fikir versəz eynidir, ikisi də müxtəlif tip dəyərlər qəbul eləyir. Burada çox sadə bir şey eləsək, desək ki, listdə olan bir əməliyyat mytuple 0-cı element, yəni 1-i bərabər eləmək istəsəm 5-ə, yenidən bunu run eləsəm, baxın, burada da eyni erroru almış oluram, type error. Yəni bu buradan nə qənaətə gəlirik? Tuple immutable-dur. Yəni toxunulmazdır. Onun hansısa bir elementinin, hansısa indeksinə duran elementin nəyinəsə əvəz eləmək olmaz. Digər belə deyək, type-lardan biri isə set type-ıdır. O da sequential bir növdür, data type-dır, sequence şəklindədir. Buna myset desəm, yenidən yaratsam. Bunun yaranma məntiqində isə fiqurlu mötərizələrdən istifadə edirik. Burada isə qiymətlər yazsam 1, 2, 3, 4, yenidən 1 yazsam, 2 yazsam və bunun type-ına baxsam, görəcəyik ki, bu bizə yeni tanış olmuş setdir. Burada əsas təməl fərq ondan ibarətdir ki, desəz ki, yəni tuple-dan listdən əsas fərq ondan ibarətdir ki, myset-i yenidən çağırsam, run eləsəm, görəcəksiniz ki, yuxarıda yaratdığım dəyərlərdən, duplicationlardan yalnız biri qalır. Yəni burada 2 dənə 1 yazmağıma baxmayaraq, yalnız 1 dənə 1 qalıb. 2 dənə 2 yazmağıma baxmayaraq, yalnız 1 dənə 2 qalıb. Setin isə əsas funksiyası, belə deyək, əsas özəlliyi ondan ibarətdir ki, duplication dəyərlər qəbul eləmir. Yəni biz onu yaradanda yazsaq belə, o arxa planda yalnız o dəyərlərdən birini saxlamış olur. Digər önəmli, belə deyək, istifadə etdiyimiz sequence type-lardan biri isə, bu daha doğrusu sequence-dən çox mapping type sayılır, dictionary-dir. Dictionary type nədən ibarətdir? Key və values-dən ibarətdir. My dictionary yaratsam bu şəkildə. Bunu da yaradanda fiquru mötərizədən istifadə edirik. Amma burada məntiq key və value. Yəni nədir? Key verirəm, deyirəm ki, A mənim keyim olacaq. A-nın qiymətin qoşa nöqtə şəklində yazsam 5. Yenidən virgül qoysam, desəm ki, B
B-nin də dəyərini yazsam 10. Yenidən bunun type-ın print eləsəm və nəticəsinə baxsam, görəcəm ki, artıq bu dictionary type-dır, yeni bir type-dır. Və burada əsas özəlliyi isə key və value şəklində saxlamağıdır. Dictionary-nin bu type-ın da özünə uyğun xüsusi belə deyək göstərir parametrləri, built-in funksiyonları var. Bunlardan ən məşhuru belə deyək values, yəni bizim buradakı dictionary-dəki value-lar nələrdir? Onları göstərir. Case nədir? Case şeylər nədir? Onu göstərir. Ümumiyyətlə dictionary nədən ibarətdir desəz, içərisindəki belə deyək pairlər nədir, key və value-lar nədir desəz, burada isə items-dan istifadə edirik. myDict.items. Gördüyünüz kimi bu şəkildə. Burada da myDictionary-nin içərisində, yəni dir-in içərisinə bunu vermiş olsaq və baxsaq ki, hansı dəyərlər var, gördüyünüz kimi bir çox built-in funksiyonlar da burada özü ilə gətirmiş olur. Ümumiyyətlə data type-lar haqqında belə çox qısa baxdıq hər type-a. Digər ən sonda baxmalı olduğumuz və bilməli olduğumuz ən sadə case-lərdən biri Python-ın case sensitive dil olmasıdır. Case sensitive deyəndə nəyi nəzərdə tuturuq? Bildiyiniz kimi biz üçün, normal insan üçün bunu myDictionary şəklində yazmaqla my-ı böyük hərfdə yazmaq arasında böyük bir fərq yoxdur. Yəni hərfi mənada nəticə etibarən ikisi də myDict şəklində yazılıb. Amma biz Python-da bunu print eləməyə çalışsaq, deyək ki, bu dəyəri print eləməyə çalışsaq, görəcəyik ki, artıq bu belə bir dəyərin olmadığını verir. Niyə error verir? Yəni, belə bir dəyişən məndə yoxdur. Yəni, bu Python-ın case sensitive olmaq anlamına gəlir. Yəni, buradakı myDictionary, həm bu myDictionary eyni bir, belə deyək, dəyər deyil. Ümumiyyətlə, hansısa bir dəyərə ad verəndə bunu adlandırma bildiyiniz kimi qeyd elədik. myDictionary müəyyən bir case'lər də var. Bildiyiniz kimi, az öncə bunun type-ına baxsaq, type burada nə idi? Float idi. Daha doğrusu dictionary idi. Dict bərabərdir deyək. 13 qoysaq və bunun artıq type-ına baxsaq, görəcəyik ki, bu bizim digər type-ımız integerdir. Yəni, buradakı bu dictionary-nin yaranma məntiqi ilə buradakı bu 13-ün yaranma məntiqi arasında, belə deyək, bağlılıq yoxdur. Bu dictionary ilə bu bir-birinə bərabər deyil. Belə, bu gün Python-da sadə dəyərlərin, dəyişənlərin yaradılmasına baxdıq. Onların üzərindəki bəzi əməliyyatlara, dəyişənlər necə yaradılır, necə üzərində əməliyyatlar qeyd olunur, onlara baxdıq. Növbəti dərslərdə görüşmək ümidi ilə.